Gəlin 31-ci sualın üzərinə də baxaq. A və B rəqəmləri üçün 0 A dövrdə B çıxılsın 0 dövrdə B bərabərdir 2/1 olarsa A çıxılsın B fərqini tapın. Gəlin yazaq 0 A dövrdə B çıxılsın 0 dövrdə B bərabərdir 2/1-ə. İndi birincisini açaq. Birincisini açanda məxrəcində yazırıq. Məxrəcdə dövrün içərisində neçə rəqəm varsa onun sayı qədər 9 yazırıq. Vergüllə dövr arasında neçə dənə rəqəm varsa onun sayı qədər 0 yazırıq. Bir dənə olduğuna görə bir dənə 0 yazıram. Surətdə də yazırıq. AB üstü xət çıxılsın A. İndi ikincisini açaq. Çıxılsın 9-da B olacaq. Bu da bərabərdir 2/1-ə. İndi gəlin burada məxrəcləri bərabərləşdirək. Məxrəclərdə ortaq 90 çıxır. Onda bunu 10-a vuraram. Onlar 90-da AB çıxılsın A, çıxılsın 10B bərabərdir 2/1-ə. AB-ni açaq 10A üstdən B çıxılsın A, çıxılsın 10B. Bunun üçün 90 bərabərdir 2/1-ə. İndi surəti sadələşdirək. Onda olacaq 9A çıxılsın 9B bunun üçün 90 bərabərdir 2/1. İndi bunu çarpaz vuraq. 2 vurulsun 9-a çıxılsın 9B bərabərdir 90-a. 2 ilə 90 ixtisar getsə burada qalar 45. 9-a çıxılsın 9B bərabərdir 45-ə. Hər tərəfi 9-a bölsəm A çıxılsın B bərabər olar 5-ə. Demək cavabımız oldu D variantı.